Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi bir daha. Allah ibadətlərinizi qəbul eləsin. Biz insana Allah tərəfindən verilən nemətlər haqqında danışırdıq və bu nemətlərin şükrünü etmək mövzusunda müzakirələr edirdik. Keçən görüşümüzdə valideynin, ata və ananın insan üçün necə nemət olması haqqında qısa olaraq işarə etdik. Bu dəfə istəyirəm insanın, evladın daha doğrusu ata-ana üçün nemət olması. Bəzən biz əlimizdə olan hər bir şeyə öz istədiyimiz kimi baxırıq və onunla öz istədiyimiz kimi davranırıq. Əgər biz qəlbimizdə və ruhumuzda şükrü formalaşdırmaq istəyiriksə, təşəkkürü normal bir vəziyyətdə Allaha etmək istəyiriksə, onun nemətləri ilə qeyd etmişdik ki, düzgün davranmalıyıq. Hər hansı bir nemətini məhz özümüzə məxsus etməməliyik və düşünməliyik ki, bu nemətin bir tərəfində də Allah özü dayanır. Yəni, bu neməti yaradan Allahdır. Allahın bizə olan neməti bizim üçün həm nemət və həm də imtihandır. Onunla düzgün davransaq, onunla düzgün rəftar etsək, onlar bizim üçün nemət olaraq qalır. Əgər onlarla düzgün davranmasaq, hər hansı bir nemətlə düzgün davranmasaq və Allahın bizə olan nemətinə qarşı məsuliyyətsiz olsaq, o nemətlər bizim üçün bəlaya çevrilə bilir. Misal olaraq, ana və ata insanın cənnətə getmək səbəbi ola bilirsə, biz əgər onlarla düzgün davranmasaq, onlar insanın cəhənnəmə getmək səbəbi də ola bilir. O səbəbdən də diqqətli olmalıyıq və eyni zamanda Allah tərəfindən insana verilən evlad payı. Övlad payı Allahın insana olan bir lütfüdür və demək olar ki, ən böyük nemətlərindəndir. Allah insan üzərində bir məsuliyyət qoyur, insana bir öhdədarlıq verir ki, sən bu nemətimlə düzgün davranacaqsan. Və bu nemətlərdəndir ki, biz onlarla istədiyimiz kimi davrana bilmərik. Biz onlara qarşı mütləq xüsusi bir proqram əsasında yanaşmalıyıq. Allah bizdən evladlarımıza nisbətdə necə davranmağı gözləyir. Əgər evlad nemətdirsə, bəzən müəyyən cəmiyyətə görə formalaşan nemətlər olur ki, o nemətlər o qədər qabardılır ki, və digər nemətlər insanın diqqətindən kənarda qalır. Və bəzən insan özünü o qədər böyük hiss edir ki, və bəzən insan özünə o qədər qapanır ki, onun üzərində olan haqları və hüquqları diqqətə ala bilmir. Deməli, Allah tərəfindən bizə verilən nemətlərdən biri də və daha doğrusu böyük nemətlərdən biri də evladdır. İstər qız evladı olsun və istər oğlan evladı, fərq eləmir. Hər ikisi Allahın bizə olan nemətidir. Bizim bu nemətlərlə davranmağımız olduqca mühümdür. Və deyərdim ki, bu nemətlərlə düzgün davranmaq və bu nemətlərin şükrünü etmək olduqca çətindir. Amma bunu bacarmalıyıq. Evladla necə davranmaq lazımdır? İlkin mərhələdə bu hədisi qeyd edeyim Peyğəmbərimizdən. Peyğəmbər buyurur ki, böyüklərinizə hörmət edin, kiçiklərinizə rəhm eləyin. Çox maraqlıdır. Böyüklərinizə hörmət edin ifadəsini dünən və sıra günü qısa olaraq izah etdik. Yəni, valideynlərinizə, cəmiyyətdə olan ağsaqqala, ağbirçəyə, ana və atalarınıza xüsusi hörmət etməlisiniz. Amma kiçiklərinizə rəhmət edin ifadəsi, onu bugün müəyyən qədər müzakirə edəcəyik. Deməli, evlad Allahdan insana verilən nemətdir. Bu nemət necə nemətdir? O uşaqdır. Onun qavrama tərzi, qavrama potensialı zəifdir. Onun ağlı tam olaraq formalaşmayıb. O istəklərdən ibarətdir. O əsasən addımlarını hissləri ilə tənzimləyir. Nəyi istədisə onu etmək istəyir və nəyi istəmədisə onu etmək istəmir. Sanki evladlar bizim, belə deyək, uşaq vaxtı körpələrimiz bizim nəfsimizə bənzəyirlər. Çox maraqlıdır. Əslində insan evladı ilə düzgün davranmağı bacarsa, nəfsi istəkləri ilə də düzgün bacaracaq.
Onları da düzgün nizamlayacaq, onlara qarşı düzgün mövqe sərgiləyəcək və nizama salmağa bacaracaq. Necə insan nəfsi deyil, pis deyil bu. Bəzən görürsən belə qələmə verilir ki, nəfsim istədiyini, ümumiyyətlə nəfsin işi elə istəməkdir. İnsanın nəfsinin işi istəməkdir. Sadəcə bizə nə tapşırılır? Bizə tapşırılır ki, o nəfsin istəklərini nəzarətə al. Nə ona yox demək olar, nə də istədiyi vaxt ona hə demək olar. Və hətta müəyyən şeylər var ki, ona icazə vermək olar, amma hansı qaydada icazə vermək olar? Demək, bu nemətin qədrini bilmək üçün, qədrini bilmək istəsək, onunla davranışlarımıza baxaq. Görək necə davranırıq. Misal olaraq 3 yaşında evladımızla biz necə davranırıq? Bəzən biz 3 yaşında olan evladımızdan özümüzdən gözlədiyimiz bir addımı gözləyirik. 3 yaşında uşaqdan bir 40 yaşında insanın davranışlarını gözləyirik. O nemətdir. O evin içində oynayacaq, dəcəllik edəcək, şululuq edəcək və sözlərə tabi olmayacaq, tapşırığa tabi olmayacaq və biz bu tapşırığa tabi olmamağın qarşısında onunla necə davranacağıq? Allah ona görə də bizim üçün bir qayda göndərir. Biz qeyd etmişdik ki, nemətlərin şükrü həm də əməli şəkildə özünü göstərməlidir. Bir əməl olaraq özünü göstərməlidir. Mən dilimdə yalnız və yalnız şükür desəm, bu kifayət eləmir. Mən dilimdə əyləşmişəm, şükür deyirəm və düşünürəm də ki, bu şükür deməyim kifayət elədir. Yox, həm qəlbimlə bundan razı olmalıyam, həm də eyni zamanda əməli şəkildə göstərməliyəm ki, mən bəli, bu neməti qəbul eləyirəm. Bəzən biz evladlarımızla razı olmuruq. Evladlarımızın hər hansı bir dəcəlliyindən, hər hansı bir şey olduğundan, onların xüsusi bir potensiala sahib olmasından razı olmuruq. Və bəzən evladlarımızın içində yığılıb qalmış, Allah tərəfindən lütf olunmuş istedadların qədrini bilmirik. Və istəyirik ki, onları öz nəfsimizə, öz iradəmizə, öz istəklərimizə tabi edək və biz istədiyimiz kimi onlar yaşasınlar mütləq. Allah deyir, yox, onda sən belə olan halda bu nemətin qədrini düz bilmədin. Sən neyniyəcəksən burada? Onun uşaqlığına baxacaqsan, onun yaş həddinə baxacaqsan, onun ağlının hansı formada, hansı şəkildə, hansı gücdə işləməyini nəzərə alacaqsan ki, ondan düzgün davranasan. Bir insan evladının nemət olaraq onun üçün qalması üçün mütləq ilahi tərbiyə ilə evladını tərbiyə etməlidir. Əgər ilahi tərbiyə ilə evladını tərbiyə eləməsə və istədiyi kimi evladını yönəltmək istəsə, həmin neməti öz əleyhinə bir bəla olaraq çevirəcək. Dualarımızda var. Həzrət Əli əleyhissalam buyurur ki, ilahi, səndən istəyirəm ki, nemətləri dəyişdirən, bəlaya çevirən günahlarımı bağışlayasan. Maraqlı bir duadır. İndi siz təsəvvür eləyin ki, bir nəfər öz evladı ilə heç bir düzgün qayda və qanuna əsaslanmayan davranış tərzi aşılayır, evladı ilə belə davranır. Bu evlad nemət olmağına baxmayaraq, valideyn üçün, ata və ana üçün mütləq bəlaya çevriləcək. Sonradan insan şikayət eləsə ki, mən nə etmişdim axı, evladım mənə qarşı belə elədi, mənə qarşı bu formada rəftar etdi. Hədisimizdə var ki, istəsəz evladlarınız sizə qarşı normal davransınlar, sizə hörmət eləsinlər, sizin üçün nemət olsunlar. Nə gözəl cümlə buyurur. Hədis buyurur ki, siz də öz ana-atalarınıza qarşı düzgün davranın və onlar üçün nemət olmağa çalışın, onlar üçün bəla olmayın. Onların həyatlarında çətinliklər yaratmayın. Deməli, evladlarımız bizdən məhəbbət gözləyir, sevgi gözləyir. 3 yaşında uşaq tapşırıq gözləyə bilməz. 4 yaşında, 2 yaşında bir körpə uşaq tapşırıq gözləyə bilməz. 3 yaşında uşaq üçün hər hansı bir qanunu qoyacaqsansa, mütləq sındıracaq. Və qanunu sındırmağına görə onu cəzalandıracaqsansa, o gözəl nemətin ürəyində bir ruhunda xüsusi bir mənfi iz qoyacaqsan. Bu mənfi iz onun həyatı boyu onunla birgə olacaq. O sənə qarşı fürsət tapdıqca sənə qarşı çıxacaq. Sənə qarşı çıxmağı ilə də öz başına bir bəla açacaq. Hədisdə var, Peyğəmbər buyurur ki, Allah lənət etsin o valideynə ki, evladını öz üzünə qayıtmağa vadar eləyir. Görün, nə dəqiq incə hədisdir.
Sən evladıma qarşı düzgün rəftar etməyəcəksənsə, gücü çatmayacaq bu düzgün olmayan rəftara, o da sənə qarşı çıxacaq. Nəticədə həm sən günahkar olacaqsan, həm də evladın günahkar olacaq. Niyə belə edəsən ki? Bunu da qeyd edeyim ki, evladlara bu haqq vermir bu hədis ki, deməli atamız elədi, anamız elədi, biz qəzəbləndik və onlara cavab verdik, onların üzünə ağ olduq. Bu hədis bunu çatdırmaq istəmir. Evladlara da demək istəyir ki, nə qədər onlar sizə qarşı çıxmış olsalar da belə ata-ananın hörmətini qoruyub saxlamalısınız. Biz keçən çıxışlarımızda bunu müzakirə etdik. Hətta dindar olmasalar da belə ata-analarınız onlara qarşı olan münasibəti siz normal olaraq saxlamalısınız. Bu sizin dindar olub və yaxud valideynlərinizin dindar olub olmamasına aidiyyəti yoxdur. 3 yaşında uşaqla necə davranmalıyıq? Hədisdə var. Peyğəmbər buyurur ki, evə daxil oldun, misal olaraq, evə daxil oldun, evladın qaçdı qarşıva, səni öpmək istədi, qucaqlamaq istədi. O həvəslə, o ürəklə ki, pak ürəklə səni qucaqlamaq istəyirdi. Çölün yorğunluğunu evə gətirmə. Çöldə, işdə, insanlarla münasibətdə hər nə qədər problem yaşamısansa, o problemləri evin qapısından içəri salma. Bu dəqiqə sənin vəzifən, sənin üzərində düşən məsuliyyət evladınla məhəbbətlə görüşməkdir, sevgi ilə görüşməkdir. O bir dəfə öpmək istəyərsə üzündən sən 3 dəfə öpəcəksən, sən 4 dəfə öpəcəksən. Və bu neyməti, Allahın sənə olan neymətini məhəbbətlə qarşılayacaqsan. Əgər insan evladından, körpəsindən narazıdırsa və onunla kobud davranırsa, bu deməkdir ki, Allahın qanunları ilə kobud davranır. Çünki körpə olduğu vəziyyətdə hər necə davranırsa, Allahın ona lütf etdiyi, Allahın ona verdiyi istedadlar nəticəsində, güc nəticəsində belə davranır. Ona görə də bizim evladımızla mənfi davranmağımız həqiqətdə Allahla mənfi davranmağımız olur. Bu deməkdir, ilahi mən bundan razı deyiləm. Bəzən də atalar və analar evladlarının dəcəlliklərindən şikayət edirlər. Ciddi şəkildə şikayət edirlər ki, bu çox dəcəldir. Hamı deyir ona ki, uşaq elə dəcəl olar, uşaq şuluq olar, belə də olmadı. Yox, bu tam başqa cürdür. Bu bir dənə bəladır mənim üçün. Və bu neymətin qədrini bilməməkdir. Düzgün davranmamaq insanın həyatında ciddi problemlər yaradacaq. Bu deməkdir ki, sən Allahın qurduğu nizamla düzgün münasibət qurmağı bacarmırsan. Öncəki çıxışlarda qeyd etmişdik ki, şükür həm də nizamı, Allahın qurduğu nizamı dəstəkləməkdir. Allahın qurduğu nizamla razılaşmaqdır. Hədisdə var ki, hər hansı bir ata, hər hansı bir valideyn evladının üzündən bir dəfə öpərsə, Allah ona cənnətdə bir qəsr hazırlayar. Hər evladını öpdükcə Allah onun üçün xüsusi bir məqam hazırlayar cənnətdə. Görün, nə qədər mühüm məsələdir və həm də evladlarımız bizim nəfsimizi islah etmək üçün xüsusi bir rol oynayırlar. Bu düşmən deyil, bu böyük deyil, bu prinsipial davranmır. Bu fəqət uşaqlıq hisslərini sənlə bölmək istəyir. Onlara vaxtında gəzdirmək lazımdır, onlara vaxtında maraqlı səhnələr göstərmək lazımdır, onlar üçün əyləncəli şəraiti qurmaq lazımdır və əgər məktəbə gedirlərsə, məhz dərs oxumadıqlarına görə onlara sıxmaq olmaz. Onların ruhlarında zərrə qədər kobudluq izi qoymaq düzgün deyil. Əgər kobud davranırsa, siz təsəvvür eləyin ki, bir nəfər sizə yemək gətirir gəlir, bir xörək hazırlayıb sizin üçün və sizin üçün hazırlanan o xörəyin dadı bu dəqiqə ağzınızın zövqünə uyğun deyil. O xörəyi siz çəkib atırsınız bir kənara. O xörək gətirənə, yemək gətirənə nə qədər təsir eləyə bilər? Evladlarınıza qarşı mənfi münasibətiniz, onları döyməyiniz, onları söyməyiniz, onları ümidsiz olaraq böyütməyiniz Allaha sanki belə təsir eləyə bilir. Bu o deməkdir ki, Allahın bu neymətini qəbul etməmisən və bu növ istəmirdin. Deməli, hələ də mənim ürəyimdə egoizmdən əlamətlər var ki, mən istədiyim kimi istəyirdim. Bu yaradılışla razı deyiləm. Mübarək Ramazan ayında
evladlarımızla bir dəfə də olsa, əgər iş çoxluğu, əgər hər hansı bir işlə bağlı iftarda evdə ola bilmiriksə, var ki, Ramazan ayında evladlarınızla bir süfrədə əyləşin. Hətta oruç tutmasalar da belə, oruç tutmaq yaşları gəlir çatır, amma oruç tutmurlar. Onlar üçün orucluq bir səhnəsi yaradın, bir iftar süfrəsi yaradın. O süfrənin ləzzətini daddırın onlara bir iftarda gəzməyə aparın. Onların sizə qarşı, sizdən gözləntiləri çoxdursa, gücünüz çatmırsa, başqa bir ləzzətlə, başqa bir gözəlliklə əvəz eləyin. Bu nemətlə düzgün davranın ki, Allah sizdən şükrü qəbul eləsin. Deməli, bizim şükrümüzün qəbul olub olmama əlamətlərinin əsas, belə deyək, mövzusu da o varlıqlar ki, o nemətlər ki, bizimlə qarşı-qarşıya iradə sahibidirlər. Çörək duz kimi deyil ki, mən hardan götürdüm, hara qoydum, orada da qalsın. Bəzi nemətlər var ki, onların da istəkləri var, onların da səndən gözləntiləri var. Bu nemətlərlə onların gözləntilərini də həyata keçirərək onlarla düzgün münasibət qura bilərsənsə, deməli, bəli, sən Allahın bütün nemətlərinə şükr etməyi bacarırsan. Neməti yalnız və yalnız çörəkdən, duzdan ibarət biləndə insan ətrafında olan digər nemətləri görə bilmir. Bir gün Allah Musa Peyğəmbərə buyurdu ki, ya Musa, mənim nemətlərimin hamısının şükrünü et. Çox maraqlı bir cümlədir. Mənim nemətlərimin hamısının şükrünü et. Musa Peyğəmbər də baxdı, dedi, mən sənin bütün nemətlərimin şükrünü necə edə bilərəm axı? Deməli, Musa Peyğəmbər başa düşmüşdü ki, Allahın nemətləri çoxdur. Allahın nemətlərinin çoxluğunu anlayır. Allah da cavabında buyurdu ki, ya Musa, bu ki nemətlərin qarşısında özünü aciz hesab elədin və onların əzəmətini görə bildin, sən elə bütün nemətlərimin şükrünü etmiş hesab olunursan. Deməli, o səbəbdən də bütün ətrafımızda olan varlıqların, canlıların və cansızların özümüz üçün nemət olmağını hiss etməliyik ki, onlarla ilahi bir qaydalar əsasında məsuliyyətlə davranmağı bilək. Allah körpələrimizi xoşbəxt eləsin, Allah evladlarımızı düzgün tərbiyə etməyi bizə lütf eləsin. İmamlardan dualar var. İmam buyurur ki, ilahi yalvarıram sənə, evladımı düzgün tərbiyə etməkdə mənim əlimdən tut ki, mən bu cəmiyyətə sağlam evlad lütf eləyə bilim, cəmiyyətə sağlam evlad verə bilim. Allahdan istəyirəm, Allah evladlarımızı xoşbəxt eləsin, onların gələcəyini düzgün qurmaqda bizə lütf inayət eləsin və onların pak qəlblərini razı salmaqda, onların gözəl ruhlarını razı salmaqda bizdən lütfünü əsirgəməsin. Vəsselamu aleykum və rəhmətullahi və barakatuhu.